Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, sentyabrın 18-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir. Temperatur gecə 17-19, gündüz 21-26 dərəcə isti, atmosfer təzyiqi isə 758 mm civə sütun olacaq. Sabah Naxçıvanda arabir gün ərzində yağış ehtimalı var. Temperatur 19-20 dərəcə isti olacaq. Bəzi rayonlarda sentyabrın 18-də arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə sulu qar yağacaq. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 15-19, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-11 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.